Salam, hər vaxtınız xeyir olsun. Növbəti ümumi sınağın suallarının izahına baxaq. Hansı sıradakı söz birləşməsinin hər iki tərəfinin yazılış və tələffüz arasında fərq var? Variantımız D variantı. Çünki xalq sözü son hərfini K səsi ilə oxumalıyıq. Bir də dəstəyi sözü olacaq dəstəyi. Cavab D. Məsələn, A-da heç biri dəyişmir. B-də hissi sözü dəyişmir. C-də duyğusu dəyişmir. Y-də gözü dəyişmir. Burada məsələn xoşbəxtlik sözünü hər zaman çaşdırırıq deyə elə məhz o sözün tələffüzünü də eləyim hər ehtimal. Xoşbəxt. Bax bu t düşdü. Xoşbəxtlik bu formada olacaq. Cavabımız oldu bəli. Hər iki sözün tələffüzünün dəyişikliyi D variantı. Neçə sözü işlənmə yerinə görə həm sadə, həm də düzəltmə söz hesab etmək olar. 3 sözdür. Yataq, yanacaq, bir də olsun dayanacaq. Baxın, elə indidən bilin, acaq, əcək şəkilçisi həm isim düzəldən leksikdir. Məsələn, dayanacaq qarşıdadır. Nə qarşıdadır? Yanacaq bahalaşıb, nə bahalaşıb? Həm də zaman şəkilçisi olaraq qrammatikdir. Ona görə də bunları həm sadə, həm də düzəltmə düşünmək olar. Yataq sözü də. Biri var çarpayı, bu zaman düzəltmədir. Bir də var biz yataq və yaxud da kaş biz yataq məzmunlarında olan sadə bir fe'l. Əsir, alma, sınıq, baxaq sözləri uyğun gəlmir. Yəni sadəcə düzəltmə yox, sadəcə sadədir. Hansı düzəltmə sözün tələffüzü yanlış göstərilir? Variantımız olacaq Y variantı. Çünki lalə nan, nən formasında tələffüz olunur əsasən. Dan-dən ola bilməz. Çoban yastığı düz yazılıb, tələffüzü də düz olunub. Namərddə bəli, həm sonda tələffüzdə fərqli məqam var, həm də burada uzanma hadisəsi qeyd olunmalıdır və olunub. Əlacsızdıq yox, əlaşsızdıq. Bu da düz tələffüz olunub. Oynaqdan bu da düzgün tələffüzdür. Hansı cümlədə I, U, Ü şəkilçisi isimlərə qoşularaq müxtəlif funksiyaları daşımışdır? Variantımız olacaq C variantı. Bax, buradakı I təsirlidir, buradakı I mənsubiyyətdir. Həqiqətən də bax, özdə ismə qoşulub və müxtəlif funksiyalardır. Biri haldır, biri mənsubiyyət. Tarixi dərindən bildiyinə görə ona qızıl medal verdilər. Bax, heç burada dərindən bildiyinə görə yəni çaşdıracaq məqam yoxdur. Yəni bir dənə I var da. Alınan yeni kitabı həvəslə oxumağa başladı. Burada da bir I var. Elə bilirsən burada da var, amma yeni sözü kökdür də. Orada I, U, Ü yoxdur. Yəni sən məntiqlə bütün variantlarda hansı variantdan şübhələnirsənsə, orada gərək 2 dənə bu şəkilçi olsun ki, o variantın üzərində vaxtını aparasan. Şəhərdəki qəlbi binalar turistlərə maraqlı gəlirdi. Bu da çıxdı, olmaz. Ölkəmiz tarixi məlumatlarla dolu bir yerdir. Burada da fikir verirsən, isimlərə qoşularaq deyir, düzdür? Məsələn, burada da I, U, Ü var, amma ismə qoşulmayıb. Tarixi sözündə də bəli, tarix isminə qoşulub. Variantımız olacaq C variantı. Yəni sən həm ismə qoşmalısan, həm də müxtəlif funksiyaları orada görməlisən. 5-ə baxaq. Neyləyirəm o ürəyi, yox arzusu bir diləyi. Bacarmırsa o sevməyi, demək o heç ürək deyil. O heç mənə gərək deyil. Nümunəsində altından xətt çəkilmiş şəkilçiləri ardıcıllıqla müəyyənləşdir. Cavabımız burada olacaq B variantı. Bax, ürəyi təsirlidir. Çünki qabağına öz qoya bilmirsənsə, neyləyirəm öz ürəyi qoya bilmirsənsə, deməli mənsubiyyət deyil. Bax, burada səni çaşdırmaq istəmişik. Görək indi bu hissədə düz olacaq sənin variantın, yoxsa yox. İ'nin altından xətt çəkilməyib. Y-nin altından xətt çəkilib. Bu Y da bitişdirici Y-sı deyil. Bu Y dilək sözündəki K-nın
y-ya keçməyidir. Mən dilək yazsam və yaxud da diləkdə yazsam və k-nın altından xətt çəksəm, sən buna bitişdirici deyəcəksən? Yox, deyərsən ki, bu leksik şəkilçidir. Eləcə də diləyi sözündəki y, k-nın y-ya keçməyi sayılır deyə feildən isim düzəldən şəkilçidir. Bacarmır isə, bu da hissəcidir. Mənə, bu da nədir? Yönlük haldır. Bax, isim demirəm. Sadəcə nəyin altından xətt çəkilib, o şəkilçilərin adlarını səndən soruşuram deyə, elə əvəzliyin üzərində də olsa sən A, Ə-yə yönlük hal deyə bilərsən. Baxır, şərti necə veriblər. 6. Hansı cümlədə isimləşmiş təsirli hallı sifət var? Cavab C variantı. İsimləşən təsirli hallı bir sifət var burada. Bu da isimləşib, amma yəli haldadır. Bu isimləşməyib, bu elə özü isimdir. Əvəz olunmaz isimləşməyib, çünki yanındakı ismi yerində qalıb. Qocalar isimləşib, amma təsirli halda deyil. Məsələn, keçmişdəki sözü də sifətdir, amma isimləşməyib, çünki yanında ismi var. Yəni, sən burada diqqətli olmalısan. Sifəti tapdın, bitdi, yox. Sifəti tapdın, o sifət gərək isimləşsin və üzərində də təsirli halın şəkilçisi olsun. Variantımız olacaq B variantı. Neçə miqdar sayının, bax bu sualı diqqətli olmalısan. Neçə sayın yazılışı səhvdir, yox. Yəni, mənə sıra sayının, digər sayların belə deyək, yazılışlarının səhvliyinin önəmi yoxdur. Əsas miqdarların səhvini tapmalısan. Hələ ki, ümumi baxıram. Bax, 80, onlarla, 8-ci, daha sonra 29, 19-cu, düzdür? Bax, nə qədər fərqlənən var, hamısını götürdüm. Amma miqdar sayı lazımdır. Saylar bilirik də ki, yerə bölünür. Miqdar, bir dənə sıra. Miqdar da bölünür. Müəyyən miqdar sayı, qeyri-müəyyən miqdar sayı, bir də kəsir sayı. Sən məhz bu 3 dənəsinə uyğun səhvləri tapmalısan. Yəni, 80-i götürək 1. Onlarla qeyri-müəyyəndir, onu da götürək 2. 8-ci sıradır. Nə qədər də tələffüzü fərqlənsə belə mən sıraya yox da miqdara və onun qollarına baxmalıyamsa 8-ci, bir də 19-cu sözlərinə baxmıram. Bir də 29, bəli, müəyyən miqdar sayıdır. Yəni 3-dür cavab, 5 deyil. Diqqətli olun. Asan sual olsa da diqqət tələb eləyir əlbəttə ki. Davam edək 8-lə. Sifətlə sayın oxşar xüsusiyyətlərini seçin. Gəl, bura bir sifət yazaq. Gözəl qız. Bir də yazaq çox qız. Görək, bu tipləri gözümüzün qarşısında saxlayaq və suallara cavab verək. Oxşarlığı. Cavabımız olacaq burada Y variantı. 1, 2 və 4. Niyə? Hər ikisi də hansı sualına cavab verə bilir? O zaman nümunəni burada başqa yazaq. Məsələn, yazıram 5-ci qız. İndi tam yerinə oturacaq. Hansı qız, hansı qız? Demir ki, hər ikisi mütləq hansı sualına cavab verir. O desə elə səhv olar. Çünki ancaq sıra sayları hansı sualına cavab verər. Miqdar sayları hansı sualına cavab vermir. Yəni, verə bilir, ehtimalla düz götürürəm. Ortaq sualı ola bilir. Hər ikisi də cümlədə çox vaxt təyin olur. Bəli, hər ikisi. Əgər sifətin də, sayın da yanında ismi yerindədirsə, hər ikisi təyin ola bilir. Hər ikisi əsasən ismi əvəz edir. Bəli, qız necə qızdır? Qız neçənci qızdır? Hər ikisi ismi əvəz edir. 3 niyə olmaz? Hər ikisi də quruluşca yalnız sadə və mürəkkəb olar. Xeyr, düzəltmə də ola bilər də. Məsələn, elə buradan gördük 5-ci qız. Deyingən qız. Yəni, ümumiyyətlə, hər ikisi quruluşca 3 cür olur. Bu, ona görə də səhvdir. Hər ikisi də xəbərli şəkilsi qəbul etdikdə isimləşmə sayılır. Bizim isimləşmə mövzusundan ən məşhur cümləmiz nədir? Demişik ki, bir sifətin, bir sayın üzərində
birbaşa şəxs onluğu varsa, məsələn, gözəldir, beşincidir, beşdir, üçdür. Bunlar isimləşmə sayılmır. Ona görə də 5 də səhvdir. Variant Y. Hansı cümlədə kimi sözü həm sual əvəzliyi, həm də qoşma kimi düşünülə bilər? Yadda saxla, əgər şərtdə durğu işarəsi buraxılıb demirsə, deməli cavabımız C variantıdır. Əgər durğu buraxılıb demirsə, bu tiplərdə mütləq sonda sual olmalıdır ki, iki başlı düşünəsən. Amma rahat yolunu mən sizə deyim, bu dediyim məntiqli yol idi. Ad gününə kimi çağırmışdın, o zaman sual əvəzlidir. Bir də var deyirəm ki, məsələn, qardaşını ad gününə kimi çağırmışdın, yoxsa ad günündən sonra çağırdın? Cavab C variantı. Amma digərlərin bu formada oxuya bilməyəcəksiniz. Onlar mənimlə olduğu zaman çox əylənirlər. Amma mən də öz növbəmdə onlarla birgə vaxt keçirəndə çox xoşbəxt oluram. Nümunəsində işlənən əvəzliklərin növünü ardıcıllıqla müəyyən eləyin. Cavabımız olacaq burada D variantı. Şəxs əvəzliyi, təyin əvəzliyi, bir də şəxs əvəzliyi. Burada maksimum sənin bilmədiyin məqam o əvəzliyinə şəxs demək, yoxsa işarə demək, hansını deyəcəm. Əgər o ismin sualına cavab verirsə şəxs əvəzliyi, sifətin sualına cavab verirsə işarə əvəzliyidir. Desəm ki, o uşaqlar mənimlə olduğu zaman çox əylənirlər, o zaman o uşaqlar ifadəsindəki o işarə əvəzliyi olardı. Çünki sifətin sualına cavab verəcəkdir. Hansı cümlədə həm zərf, həm də fe'li bağlama kimi işlənilən sözlər vardır? Bunun 3 dənə nümunəsi var cəmi. Həm zərf, həm də fe'li bağlama sayılan 3 dənə defislə yazılan söz var. Qoşa-qoşa, cüt mənasındadır, bəli. Daha sonra hansını yaza bilərəm bura? Qoşa-qoşa, dönə-dönə, bir də tikə-tikə. Bəli, bunlar həm fe'li bağlamadır, həm də zərfdir. Gəl isbat eləyək də. Cavabımız olacaq C variantı. O parçaları tikə-tikə bizimlə də söhbət etməyə çalışırdı cümləsindəki tikə-tikə. Həm belə deyək də, dörd bucaq formasında olan tikə-tikə. Məsələn, əti tikə-tikə doğradım. Yumurtanı salat üçün tikə-tikə doğradım. Həm bu mənadadır, o zaman zərfdir. Bir də var, araq ərə ilə əvəz edib deyəsən ki, tikərək. Mən demirəm, C variantındakı cümləni iki mənada oxuya bilərsən. C variantındakı bir söz var ki, o sözü iki nitq hissəsi kimi işlədə bilərsən. Variant C. Bax, amma vura-vura, tez-tez, bilə-bilə, gülə-gülə bunlar ya fe'li bağlamadır, ya da ki, zərfdir. Gülə-gülə zərf deyil, fe'li bağlamadır. Bilə-bilə fe'li bağlama, tez-tez zərf, vura-vura da fe'li bağlama. Cavab C. Çıxışlı hal şəkilçisi qəbul edən hansı sözlərin yalnız şəkilçisinin yazılışı ilə tələffüzü arasında fərq var? Cavabımız olacaq A variantı. Çəməndən, bir də olacaq insanla. Bax, burada sözdə fərqli məqam var. Ona görə götürmək olmaz. Burada da sözdədir ağacdan. Burada da sözdədir palıtdan. Getdi. Cavabımız olacaq 1-3. Bax, bu ağacdan sözü bəzi yerlərdə tələffüzü belədir, bəzi yerlərdə də belədir. Hansını görsən problem eləmə. Hələ ki, bu problemlər var dilimizdə, yəni müəyyən vasitələrdə. Yaxşı olardı ki, belə olardı, amma bəzilərində bu cürdürsə, biz hələ ki, bunları imtahanda görməyəcəyik, yəni görməyəcəksiniz. O səbəbdən narahat qalmayın. Əsas bilin ki, ağacdan sözünün tələffüzü fərqlənir. Variant A variantı. Ara sıra bu tip nümunələr sizlərin testlərinə salmış olacağım ki, biləsiniz ki, bunlar iki başlı da olsa problem olmamalıdır bizə. Tərkibinə görə sxemləri eyni olan sözləri göstərin. Cavabımız olacaq burada D variantı. Az, azalmaq, azaltmaq, azaldılmaq, bunlar da qrammatik. İstə, istək, istəkli, istəklilər. Qısqan, qısqanc, qısqanclıq. Gəl görək. Bax, burada 3 leksik, 2 qrammatik.
Burada 2 leksik, 1 qrammatik. Burada 2 leksik. 1-ə uyğundur C. Qiymət, qiymətlən, qiymətləndir, qiymətləndiril. Bunlar da baxın qrammatiklər. 1-ə C uyğun gəldimi? Gəldi. 2-yə uyğundur A. Qızar, qızart, qızartdırdı. Bəli, 2 leksik, 1 qrammatik. 2-yə də uyğundur A. 3-ə də uyğundur B. Böyümək, böyük, böyüklük. Bax, 2 leksik. Cavabımız D variantı oldu. Hansı sözün, hansı təhlilin başa düşmədinsə, müzakirə qrupuna yaza bilərsən. Zərfi əvəz edə bilən əvəzlik hansı cümlədədir və zərfi əvəz etməmişdir? Əsasən, zərfi əvəz edən əvəzliklər deyəndə elə və belə işarə əvəzlikləri yadıma düşməlidir. Düzdür, sual əvəzliklərindən haraya, harada, haradan tiplər də qarşına çıxa bilər, amma əsasən nə imtahanda bunları görə biləcəksiniz, nə də hansısa bir vasitədə. Bunları maksimum bizim kursumuzun sınaqlarında, o da sizin diqqətinizi yoxlamaq üçün saldığımız tiplərdir. Amma sən əsasən beynini yorma deyə, səndən soruşsalar ki, hansı əvəzliklər deyə bilərsən ki, zərfi əvəz eləsin, o zaman ən məşhurları, ən standartları ki, qəbula da standartlar düşür deyə elə və belədir. Cavabımız olacaq burada C variantı. Deyir ki, elədən belədən variant tap, variantdan elə və belə tap, amma o elə və belə zərfi əvəz eləməsin. C variantı. Belə, burada sifəti əvəz eləyir. Amma məsələn, B variantında zərfi əvəz eləyir, çünki hərəkətin yanındadır. Qaydanı, məntiqin tutdunmu? Sən elə və beləni axtarmalısan variantlarda, amma şərt sənə deyir ki, elə bir nümunə de ki, həmin tapdığın əvəzliklər zərfi əvəz eləməsin. Mən də tapdım ki, belə gözəllik, buradakı belə sifəti əvəz eləyib. Çünki yanında isim gələndə elə və belə sözü sifəti əvəz eləyir. Heç D-dir, Y-dir uyğun gəlmir. A da uyğun gəlmir. Ya B olardı, ya da C. B də niyə olmadı? Çünki elə orada zərfi əvəz eləyib. Yəni, sən bu şərti yadına salsaydın, inan ki, heç variantlarda vaxtın getməyəcəkdi. Aşağıdakı hadisə birləşməsinin aslı tərəfi, aslı da hansı tərəfdir? Birinci tərəf. Bu da ikinci tərəfdir. Bu əsas sayılır. Nə ilə ifadə olunub? Dakı. Yadınızda da demişdim, ən sevdiyim şəkilçidir. Çünki istisnası olmadan hər zaman, hər yerdə sifət sayılır. Lap isimləşsə də, nə də eləsə sifətdir. Variant B. Kaş dostum gecələr bizimlə gecələr. Bu dim test toplusunun məşhur suallarından biridir. Buna uyğun, bəli, arzular sözü orada yazılıb, gecələr, bir də arzular, bir də gələcək sözü yazılıb. Biz amma ona uyğun başqa bir sözlə sizin qarşınızdayıq. Görək bu sualı kimlər düz yazacaq. Biri var isim olan gecə və ona artırılan cəm. Bir də var ki, nə edər? Elə bil ki, burada bir qısalma var. Gecələyər. Məsələn, o bizim kənddə gecələr. Yəni, gecələyər mənasında. Nə edər? Sual da versən, görərsən ki, nə edər, gecələyər deyirsən. Və gecə sözünün kökü gecələmək, bir də gecələyər bu formada. Oldu nə? Cavabımız D variantı. Kök qrammatik, kök leksik qrammatik. Elə bil ki, R-nı buradan çək. Gecələmək sözü var və R da burada ixtisar olunmuş qeyri-qəti gələcək zamandır. Hansı feil həm idi, həm də isə hissəciyi qəbul edib? Bəli, bir sözdə 2 zaman olmaz, 2 hal olmaz əsasən, 2 cəm olmaz, 2 şəxsonluq olmaz. Amma bir sözdə 2 ədəd hissəci ola bilər. Ona görə də cavabımız olacaq A variantı. Gətirmiş, dimsə. Bu formada. A variantı. Deməli, bu hissəci idi. Bu şəxsonluğudur. Bu da hissəci idi.
Get, əcək, sənsə. Bu şəxs sonluğudur, bu hissəcidir. Burada zamandır, hissəcidir. Burada zamandır. Ümumiyyətlə D-də hissəci yoxdur. Oxumuş idim. Burada zaman, hissəci, şəxs sonluğu. Cavab A. Bu dəfə əvvəllər etdiyimiz səhvləri təkrarlamamağa qərar verdik. Qərar verdik bir yerdə feildir, amma bu yazıb ki, qərar isimdir. Yadda saxla, kömək etdik, xoşbəxt olduq, qərar verdik, dilotu yedik. Bunları ayırmağa cəhd eləmə. Dilotu yediyə da dilotu sözünə isim demə. Bir yerdə feildir. Əvvəllər isimləşmiş zaman zərfidir, düzdür. Etdiyimiz feili sifətdir. Bəli, D üstəgəl mənsubiyyət var deyə feili sifətdir. Səhvləri cəm və hal şəkilsi qəbul edən isimdir. Təkrarlamamağa inkarda olan məstərdir. Bəli, inkarda olan məstərdir. Cavab B. Sual 20-yə baxaq. Deməli, hansı sözlər həm feili bağlama, həm də isim kimi düşünülə bilər? Variantımız olacaq 2, 4, bir də 6. Görə niyə? Biri var düşüncə tərzi, bu zaman isimdir. Biri var qazanda yemək yox idi, bu zaman isimdir. Bir də var azanda, yəni azan səslənəndə, bu formada isimdir. İndi isə bunların feili bağlamasına baxın. Yemək yerə düşüncə, yəni düşənə qədər feili bağlama. Məsələn, usta yeri qazarkən, qazanda nəsə qızıl tapdı oradan. Məsələn, arxeoloq. Olacaq feili bağlama. Bir də var azarkən. Pişik yolunu azanda itlə qarşılaşdı. Yəni azarkən. Bəli, cavabımız 2, 4, 6. Bu söz ümumiyyətlə feili bağlama deyil. Çünki feili bağlamanın şəkilçisi burada yoxdur. 1 və 5-də feili bağlamadır, amma isim deyil. Ona görə cavabımız 1, 5, 3 ola bilməz. Cavab D variantı. Gələk 21-ə. Hərəkətin tərzini bildirən feili bağlamaları müəyyən eləyin. Cavabımız olacaq C variantı. Gülə-gülə dərs danışırdı. Nə tərzdə? Danışmadan evə getmə. Necə? Bu formada cavabımız olacaq C variantı. Oxuyarkən işıq söndü nə zaman? Qaçanda yıxıldım nə zaman? Vur-havur ümumiyyətlə isimdir. İsimdirsə, bunu heç variantlara salmağa ehtiyac yox idi. Cavabımız olacaq C variantı. Bilincə də bəli zamandır. Hansı cümlədə isimləşmiş sifət işlənməyib? Cavabımız olacaq A variantı. Çünki burada sifətləşmiş isim var. Metal material bildirən sözlər isimdir. Nə vaxtsa cümlədə əgər sifətin sualına cavab verəcəklərsə, deyəsən ki, bu isim sifətləşib. Yəni, əks burada mərhələ baş verir. Gənclər isimləşmiş sifətdir. Bacarıqlısını isimləşmiş sifətdir. Qocalar isimləşmiş sifətdir. Kimsəsizləri də isimləşmiş sifətdir. Gələk mətnlərə. Maraqlı mətnlərdən ibarət olan 3 sual var. Bir odunçu vardı. Bu odunçu kəndin kənarında kiçik bir evdə öz arvadı ilə birgə yaşayırdı. Onun həyətində cürbəcür ağaclar, çiçəklər var idi. Həyət sanki bir cənnət idi. Odunçu meşədən odun qırıb satmaqla dolanırdı. O çox ürəyi açıq bir insan idi. Çətinə düşən hər kəsə bacardığı qədər kömək edirdi. Bir dəfə odunçu odunları satıb bazardan evinə ərzaq aldı. Evə qaydanda yolda ağlayan bir qızcığaz gördü. Odunçu qızdan soruşdu. Qızım, niyə ağlayırsan? Qız cavab verdi. Anam xəstədir. Çörək dərman almağa pulum yoxdur. Odunçu evi üçün özünə aldığı ərzaqları və cibində qalan pulu qıza verib yoluna davam etdi. Balaca qızcığaz oduncuya təşəkkür edib ona çoxlu dua etdi. İllər keçdi. Bir dəfə kənddə təhlükəli bir xəstəlik yayıldı. Bu xəstəliyin adı koronavirus idi. Bu xəstəlik uşaqlar və yaşlı insanlar üçün çox təhlükəli idi. Odunçu və arvadı da artıq qocalmışdı. Onlar da bu xəstəliyə yoluxmuşdular. Uşaqları olmadığı üçün onlara qulluq edən yox idi.
Evləri, bağları çox baxımsız halda qalmışdı. Həyətdəki ağaclar qurumuş, çiçəklər solmuşdu. Birdən qapı döyüldü. İçəri bir həkim girdi. Bu həkim yoldakı o həmin qızcığaz idi. Odunçu qızı tanıdı və sevindi. Həkim qız odunçu və arvadını müalicə edərək onlara qulluq etdi, onları sağaltdı. Evi səliqəyə saldı. Həyət bacaya əl gəzdirdi. Günlər keçdi. Bu xəstəlik qorxulu bir yuxu kimi yox olub getdi. Odunçunun həyəti yenidən cənnətə döndü. Aha, bunu belə yazaq da. Odunçunun həyatı yenidən cənnətə döndü. Onun etdiyi xeyirxahlıq, yaxşılıq olaraq ona geri döndü. Nə istəyir bizdən? Görə nə istəyir bizdən? Mətnin əsas ideyası nədir? Odunçu və yoldaşı qızı çox sevdilər. Xeyr, sevdilər, amma ideya bu deyil. Yəni o boyda mətndən sən bu nəticəyə gələ bilmərsən ki, odunçu qızı çox xoşladı. Yəni bu əsas məqsəd ideya deyil. Kimsə sənə pislik etsə də sən hər zaman yaxşılıq elə. Orada kimsə kiməsə pislik eləmədi. Qıza vaxtında edilən yaxşılıq gec də olsa qarşılığını aldı. Hər insana yaxşılıq etmək lazım deyil. Yəni bir peşmanlıq hissi yoxdursa sujet xəttində, deməli bu cümlədə gərəksizdir. Bəli, yaxşılıq heç vaxt itmir. 3-4 il sonra da olsa, nə vaxt da olsa gəldi, qız tərəfdən yaxşılıq həmin kişiyə və onun yoldaşına oldu. Dostluq qarşılıqlı hörmət və anlayış üzərində qurulub. Burada bir dostluqdan söhbət getmir. Əksinə, balaca qızcığaz yaşlı bir insana kömək eləmişdi. Düzdür? Yəni həkim oldu və yaşlıya kömək elədi. Burada dostluq əlaqələrindən söhbət getmir. Cümlələri ardıcılıqla düzün. Bəli, bu tip suallar məşhur suallardandır, hansı ki, həm Artinin çərçivə əsasında hazırladığı belə deyə də suallar olur. İmtahana az qalmış. Həm o tip sualların içində görəcəksiniz. Eyni zamanda imtahanda da görmə ehtimalınız çoxdur. 4-5 cümlə verir və cümlələri yerlərini dəyişir və sən o ardıcılığı özün qurmalısan. Cavabımız B variantı. Görək niyə B-dir? Baxın, əgər hansısa bu tip qarışıq cümlələrdə bir gün sözü varsa cümlənin başında, əlbəttə ki, cümlə buradan başlasa daha yaxşı olar. Bir növ başlanğıcı qurur da. Bir gün yalan və həqiqət geyimlərini çıxarıb göldə üzdülər. Bax, sonra mən niyə ona görə qoyum ki? Sonra niyə o vaxtdan qoyum ki? Bunlar faktiki göldə üzürlər. Üzən kimi niyə sudan çıxsın ki? Bunlar hamısı gərəksizdir, lazım deyil. Sonra görə nə edirlər? Yalan sahilə çıxanda həqiqətin paltarını bəyəndi və geyinib getdi. Sonra nə olur? İndi sıra həqiqətdədir də. Sudan çıxan həqiqət paltarlarını tapmadı və yalanın paltarlarını geyinmək istəmədi. İndi baxaq görək, artıq maraqlı gəlir axı, niyə görə olmayıb bu, geyinmək istəməyib və s. Gəl ona görə ilə başlayaq, bir səbəb qoyaq bura. Ona görə dünyaya çılpaq şəkildə çıxdı. 4-lə də yekunlaşdıraq. O vaxtdan bəri insanlar çox vaxt yalanı həqiqətlə səhv salır və çılpaq həqiqətin yanında özlərini narahat hiss edirlər. Maraqlı, maarifləndirici bir mətn idi. Ümid edirəm ki, hər kəs bu ardıcılığı düzgün qurmuş oldu. Tutaq ki, biraz bazan zəifdirsə, o hissədə tətbiqin az olubsa, vərdişin yoxdursa, variantlarla da işləyə bilərsən. Yəni, bir müddətlik. 25. Bir dəfə siçan görür ki, fermer onu tutmaq üçün tələ qurub. O, bu haqda toyuğa, qoyuna və inəyə xəbər verir. Amma onların hamısı cavab verirlər ki, tələ sənin problemindir. Bizə onun heç bir aidiyyəti yoxdur. Yəni, mən sənə kömək eləmək istəmirəm. Özün öz problemini həll elə. Biraz sonra isə tələyə ilan düşür və o, fermerin xanımını sancır. Onu sağaltmağa çalışarkən fermerin xanımına toyuqdan şorba bişirirlər. Sonra isə xəstəyə baş çəkənlərin hamısına yemək çatsın deyə qoyunu kəsmək vaxtı çatır. Lakin sağaltmaq olmur və
dəfn etmə mərasimində bütün qonaqları ləyaqətlə yola salmaq üçün inəyin də sonu çatır. Bütün bu müddət ərzində siçan ona heç bir aidiyyatı olmayan hadisələri sadəcə kənardan durub divardakı xırda dəlik vasitəsilə müşahidə edir. Deməli, burada söhbət ondan gedir ki, siçan vaxtında toyuqdan, qoyundan, inəkdən kömək istəyir. Amma deyir ki, sənin tələndən mənim, belə deyə, sənin tələn mənim problemim deyil. Özün öz işini həll elə. Amma onlar bilmir ki, sonra elə olacaq ki, zəncirvari olaraq onların hər biri qırılıb batacaq və sıra hər birinə gəlib çatacaq da, belə deyək. Yəni, toyuq özündən də asılı olmadan qurban getmiş olacaq. Eyni zamanda qoyun, inək və s. İndi görək, mətndən hansı nəticəyə gəlmək olar. Yaxşı dostlar gündə tanınar, ağıllı düşmən nadan dostdan yaxşıdır, söz gümüşdürsə sükut qızıldır, öyrənmədən bilmək olmaz, bilmədən görmək olmaz. Əgər nəyinsə sənə aidiyyəti yoxdursa, düşünmə ki, bu sənin başında çatlamaz. Bu əslində siçana olan cavab deyil. Siçan onsuz da onlardan kömək istəyirdi. Bu, qoyuna, inəyə, toyuğa olan cavabdır ki, əgər nəyinsə sənə aidiyyəti yoxdursa, elə düşünmə ki, bunun sənə ziyanı olmaz. Və o səbəbdən də əsas nəticəmiz oldu Y variantı. İstər-istəməz özlərinin də xəbər olmadan onların başında çatlamış oldu bu tələ. Belə əziz müdavimlər, ümid edirəm 25 sual sizlərə öyrədici oldu. Hansı hissələrdə problem qaldısa, əlbəttə ki, müzakirə qruplarına yaxud da bizim şəxsimizə yaza bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə.